yer göyə gedə, göy yerə gələ, hər nə olur olsun. Heç kəs də bəzi vaxtlar 90'larda, 91'lərdə hələ kimsə inanmırdı ki, bir də bu İran adalanan yerdən bəzi soldan moldan var, çıxıb deyirlər ki, Sovetin xoşu gəlir, traktorunu bir yana sürür, ora sürər, də Sovetini sürər, qələt eləyərdi, sürərdi. Bu günləri Azərbaycan var, qalib Azərbaycan, məsələ buradadır. Bu günləri kimsənin gözü götürürsə də, götürməsə də, bu Azərbaycanda, o tayında, bu tayında bir iddia oturubdur, bir məfşura oturubdur. Bu Azərbaycanlıdır, parçalanmış millət, parçalanmış ölkə və o tayda bəllidir, o da insan haqları danışır, demokrasi deyir, dünyəviçilik deyir, cumhuriyyət deyir, parlament deyir, bu tayda. İndi istəyir kimsələr çıxır, belə demək şeydir, belə boş-boş zatlarından analiz verir. Elə gedə Tehranda orada bir federal yaradaq, elə get yarat, elə get canını qutarırsa, Tehran qalacaq, Tehran qalacaq. İran nə olsa deyil, onsuz nə işin var? Qalmayacaq, cəmaat demək, 3 milyon əlan demək ki, qaçıb. 3 milyon qaçıb, hərəkət verib, Xəzərin aşağısına gəlir, Azərbaycana gəlir. 3 milyon. Demək ki, və gün keçiddə də çoxalacaq. Dəyərli tamaşaçılarımız, yeni qoşulan seyircilərimizin sayı durmadan artır və burada 1500-ə yaxın şəxs bizimlə birlikdədir və yeni qoşulan seyircilərimizə ənənəvi ricamızı xatırladırıq. Mütləq yayımızı bəyənin çox sayılı tamaşaçımız üçün 197 bəyənmə az göstəricidir. Bunu sayını artıraq və verilişimizi də bəyənməklə bərabər kanalımıza da abunə olmağı da unutmayın ki, baş dinazələri gərgin gedişatla bağlı yenilənən məlumatları və müzakirə etdiyimiz mövzuları daha geniş auditoriya izləyə bilsin. Paytaxtdan çıxın vuracaq hədəsi İran tərəfindən daha bir şok hədə gəlib. Qətər bir növ yenidən İranın hədəfindədir və oradakı əhaliyə, insanlara paytaxtı dərhal boşaldılmağı və bir növ həmin əraziləri tərk edilməsi ilə bağlı növbəti çağırış və hədə xəbərdarlıq səslənməkdədir. Həm İraqa hücumlar, buna qədər Birləşmiş Ərəb Əmirlikləri səhər saatlarında xəbərlər buraxılışında çatdırdıq. Beynəlxalq hava limanları vurulur, Dubaydakı aeroporta hücum olub, Bağdad ərazisində İraqın paytaxtına növbəti hücum olub. İndi də Qətərə xəbərdarlıqların, hücumların ardı-arası kəsilmək bilmir. Bu proses Körfəz ölkələrinin, ərəb dövlətlərinin vurulması nə ilə nəticələnəcək? Onlar da proseslərə qoşula bilərlər. Hətta Trumpın çağırışı olub ki, gəlin bu mübarizəyə siz də qoşulun. Birbaşa olaraq artıq o dövlətlərin ərazisində hücumlar olunursa, Hörmüz boğazı, Kəngər boğazı tarixi adıyla desək, bağlanırsa, o dövlətlər üçün də böyük təhlükələr var, risklər var. Buna qarşı müqavimətdə, mübarizədə həmin dövlətlər proseslərə qoşula bilərmi? Amerika Birləşmiş Ştatları yaxın şərqə 5000-ə yaxın silahlı birləşmə və qrup cəmləşdirməyə çalışır. Həmin o 5000 silahlı İranın daxilində quru əməliyyatlarına keçid edəcəksə, onların bir hissəsi və ya tam olaraq hamısı İranda daha nələrin hadisələrin şahidi ola bilər. Bir tərəfdən də ərəb dövlətlərində mübarizəyə, müharibəyə qoşulması ehtimalı və s. məsələlərdə, versiyalarda bugün səslənməkdə, müharibənin gərgin gedişatının ortaya çıxan ehtimallarda yer almaqdadır. Əjdər bəy, həm 5000-ə yaxın silahlı birləşmə, hələ ilkin olaraq bu rəqəm söylənir, bəlkə də bu daha da artıracaq. Bir də 3500 gəmi gəlir. Gəmi gəlir və bunların sayı 10.000-ə yaxınlaşır və daha da artma ehtimalı var. Sizcə, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump da çağırış edib ki, İraqı vururlar, Yordaniyanı, Qətəri, Küveyti, Bəhreyni, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, həmin dövlətlər də bu mübarizəyə qoşulmalıdır. Sizcə, kimlər, nə vaxt, necə həmin bu adı çəkdiyimiz dövlətlərin ölkələri və rəhbərlik heyəti qərar ala bilər ki, İranda əməliyyata qoşula bilsinlər. Sizcə, bu ehtimal nə qədərdir? İndiki məqamda qoşulacaqlarmı və ya Amerika Birləşmiş Ştatları quru qüvvələri də gətirir? O quru qüvvələri nə vaxt və hansı şəraitdə İran daxilində əməliyyatlara başlaya bilər? Demək ki, boş zamanından demək bir yaxın doğu projesi Amerika ortaya attı və bu bölgədə də hamı dedi, bəli, biz ondan narazıyıq. Və İraqı demək ki, tutdu və hələ bu gün də İraqdadır, bir yerə getməyib ki. Ona görə də bu dəfədə Amerikalılar böyük bir geniş, biz hamısı bilmirik yaxı. Elə çıxır Trump orada 5-6 kəlmə danışdı, bəzi vaxtı məni çox danışdırmı onu, gedirəm evə Mar-a-Laqoya, gedirəm istirahətə, danışıram sonra çətin olur da məsələ. Ya bir dənə o jurnalistə belə deyib filan, amma şaka dövlət deyir Amerika dövləti. Sən ondan zarafat eləyə bilməzsən. Çin tütəyin dilini çəkib oturub yerdə. Çin Tehran rejiminə nə qədər biznes yolar? Onlar 50 milyar, 30 milyar. Çin gəlib Çin gəlib bölgəsində? Yox, 30 milyar. Amerika ilə qutaran deyir, Amerika tur 40 deyin, ondan sonra qutaran deyir. Və yaxud Rusiya, iç günündədir, bu Bakı bazarına çıxardılar, Putin gəldi, Rus şeydə. Bədemirdir, Rus, böyük Rus. Mələtli qoydu orada, o Zelenski yeriyə şəfiləndə. Ya siyasətdə işlədi, Batı dünyasında bilir aradan vura. Niyə? Və millət də bilirsiniz nə var? Millət dövlət məsələsi. Bir millət ki, dövlət ilə birləşdi. Dövlət millət ilə nərdir? Deyirsən, ondan bazarmaq olmayacaq. Bu millət əl çəkməyəcək. Uf deməyəcək, vuracaq da.
Ona görə də bu günləri Amerikanın yeni geniş bir proje burada oynayır. Və Allahdan da istəyib, bəlkə də Amerikanın əlində əlac olsa, bəlkə də. Elə altdan adam deyər ki, ikisini də atın Qətərə artırır. Lap elə o zaten göydələn o birisini də bıyınızını vurur, salın. Ondan Tehran rejimində değişikliyiz nə olub deyir, bəzi bu dinçi qrupları və nəmilən o dadı ki, orada Tehran rejimi vurub, istəyər İsraili yansıyalara, yəni yamsıyalar. Bilirdilər o odada, nə deyirsiniz, amaratda, o odada Amerikanlar oturmuşmuş. Deyir, Amerika qorxur ki, sən orada 5 nəfər Amerikanı, ya deyirsən, məsələn, dünən mən bir dənə eşidirdi, Amerikanın yanacaq daşıyan təyyarəsini, Amerikanın 4 dənə təyyarəsini yerində vırıbsan, Kuveytdə tərzidat edibsə, karıqıblar, nəm 4 dənə də F-16-nı vırıblar, nəm bir dənə nəm İraqda, göydə, nəm 8 nəfər öldü, Amerikalılar ölümdən qorxur, bu işə başlayıblar. Elə Trump dedi, getdi, elə deyir. Elə deyil. Bəziləri də deyir ki, ekspertlər. Bu fikirlər də var, çox qəribədir. İstərdim ona da sizdən elə danışmışkən o münasibət öyrən. Deyirlər ki, Amerika Birləşmiş Ştatları və İsrail kəşfiyyatı, ümumiyyətlə dövlət rəhbərliyi nəyisə düzgün hesablaya bilmədi. Ona görə bu duruma düşdülər. Sizcə Amerika və İsrail nəyi hesablaya bilməyib? Burada, bu tribunada burada oturmuşduq. Sonra oktyabrın 7-si oldu. İsrail. Buradan elə mən də deyirdim, siz də deyirdim, İsrail sizi məhv edəcək. Bu o da deyir ki, biz Netanyahu aşığıyıq, ondan sonra ay İsrail, xeyr. Sadəcə keçənlik görüşük, 2-3 tərəfindən. Bəli, yox, məsələn, o deyirsən ki, bunlar orada oturublar. İndi də, bilirsiniz, İsraildə. Sonuncu, dünən yox, İsrail yoxlamada bilirsiniz, neçə nəfər İsraildə, neçə faiz savaşın tərəfində durur. Və demir ki, Tehran rejimindən Tel Avivi yandırıram, Yeruzalemi vurdum filan. Bilirsiniz, 95%. Netanyahu'nun kənarında durub deyir. Netanyahu ki, bu günləri işi qutsa, mandatı bitirsə, məhkəməyə getməlidir. Amma deyirlər, missiyanı yerinə yetirdi. 40 illik missiyanı yerinə yetirəm. Dövlət, İsrail dövləti. 20%də bilirsin, orada o yaşayan ərəblər var. Onların da 20%də bəli, bu savaş olmalıdır. Ərəbdirlər özləri də. Orada. Və Amerikada siz baxın, nə qədər hayküyü salsalar da, Amerikada deyirsən ki, yox, burada partiyalar, dövlət adamları deyirlər ki, Trump da çıxdı axırca çıxdı. Kongressdə o raportunu bir həftə bundan qabaq dedi, bunlar bizi qırıblar gələn gündən. Xumeynini kimi saxlamışdı Tehrandan savaş götürüb aparanda? CIA saxlamışdı. O yanındakı xanım, Nəcəfdən gələndə də o xanım da dedi, Mustafa'mın o siğəsidir. CIA idi. 1960-cı ildən Zarif Kennedy idarəsi ilə əlaqədə idi Xumeyni. Və bilirdilər kimi Türkiyədə saxlasınlar, nə cür saxlasınlar. Mən də tarixə keçmirəm, amma da tarixdən yorulur. Və necə rıza. Sonra Quduz oldu, İngilislər gətirdi. Sonra getdi demək dedi, elə bizdə Almanlar kimi ariyayı yüz, dəmdən yüz. Almanlar dedi, qaç gedin, ariyayı, nə filan özündən çıxardıbsan. İngilislər dedi, kütüyən. Kütümüzü yeyibsən, bizi qapırsan, səni şah eləmişik. Bu lafından dedim də bədduat. Ona görə də burada da Xumeyn də gəlib oturandan sonra başladı səfirlik tutulanda, filan tutulanda. Hatta Xumeyn Amerika dedi, eləmə. Mustafa da gəlib sən oturda demişdim, belə dedi, eləmə, elədi. Amerikasında 47 gözləyibdi. Trump da çıxdı o gün birinci dəfə idi, açıq. Amma Bush demişdi ki, bunlar cinayət zadıdırlar, şeytan zadıdır bu işlərə. Amma nə oldu? Hamı da bölgədə çıxdılar. Amandır, necə o Bolşevik dövləti bir zaman qorxu yaratmışdı. Meksika kimi gedirdi, teröristini orada öldürürdü. Filan yerdə terörün anası Sovet idi. Sovet idi ətrafındaşlarda, PKK deyilən Sovetin yaratması bir şey idi. Sözüm onda yox. Sonra dünyaya da amandır Bolşevik gələr, amandır gələr, amandır Rus gələr, KGB'si gələr, nəmnəyi gələr, filan gələr. Bu rejim də başladı teröra quruluq elədi. Hər yanda amandır Tehran rejimi gələr, xoxdur gələr, teröristi gələr, dünyaya, Avropaya, Amerikanın özünə zək. Getdi adam terörlədi. Ağır Trump da çıxdı o kongressdə. Açıqcasına raport eləyəndə dedi ki, bura baxın. Bunlar bizi gələn gündən 444 gün səfirliyimizi tutublar. Ondan sonra gəliblər də Dəhranda, Səudi Ərəbistanda partladıblar, bizim əskərləri qırıblar. Sonra Keniyada qırıblar. Sonrasından demək ki, Livanda qırıblar, səfirliyimizi partladıblar, dəniz qüvvələrimizi öldürüblər. Sonra İraqda Zərqavicil filan bizi demək ki, o Qasım Süleymanı filan qırıblar bizimkiləri. Minlərcə bizim əskəri öldürüblər Amerikanı. İndi biz oturub Amerikadan deyirik ki, bir nəfər biz Amerikanlı ölsə deyir, indi vaxtıdır.
Dedilər vaxt indi Amerika bu demək ki 3 həftənin içində 3 həftəyə keçir. Ay 11 milyard dolar xərcləyibdi. Görəsən Amerika necə dava evi yıxılar. Amerika deyir ki Trump deyir ki keçən dəfə gəldim mən bu ərəbləri yandım salam əleykum. 16 trilyon. Paranı qatlara qoydular götürdülər. 16 trilyon. İndi deyim mən 16 trilyon pul getmişəm Amerikaya. Amerikada işsizlik azalır. Amerikada demək cəmaət də orada xoşluğuna, cüzdanına baxır. Deyir ki, pul gətiribsən, əldə eləyibsən. Petrol gətirirsən, Amerika diyorlar. Deyir, mən demokrasi gətirmirəm. Amma bunları da gələk, bunlarla da qutaraq. İndi bu boşluq əmələ gəlib. Ukraynada palçığa batıb bıyınızı. Putinin, Rusun oradadır. Trump'ın həm bir açıklaması var. Deyir, biz İranla işimizi yarımçıq qoymaq istəmirik. Çünki yarımçıq qoyuruq, sonra tərzə açıq deyir bunu. Deyir, keçən də bu əməliyyatlar oldu. Yenə yarımçıq qoyduq. Bu dəfə də yarımçıq qoysaq, yenə təzədən başlamalı. Bu da bizə əlavə olaraq itki. Bizdə ziyan hesab edilir. İndi bir də reklama düşürlər. 3 həftədə davama gətirir. Yoxsa biz 6 ay davam gətirir. Elə deyil. İlk günündə sənsən. Sənin demək ki, media yox, azad media yox, filanda yox. İndi gəlib küçələrdə qədimki kimi barikada qururdun. İndi gəlir o dronlarla. Orada vurur qəşək. Və sonra qaçıb indi körpülərin altında gizlənibsiz. Məscidlərdə gizlənirdiniz, xəstəxanalarda gizlənirdiniz. İndi məscidə qaçırsınız. İndi yana qaçırsınız, Əfqanistana doğru. Gizlədirlər. Demək ki, çoxlu adam canından qorxur, təminat yoxdur. Və çoxlu bunların öz içindən, əskəri, jeneralı filanı qaçırlar. Bəziləri izləyən bizi tamaşaçılarımız ətrafımızda da müşahidələri görürük. Ara sıra bu fikirlərlə söylənilir ki, görün İrana baxın, İranın gücünə baxın. Necə ki bunu Rusiya haqqında deyirdilər ki, Rusiya Ukraynanı vurur, dağıdır. Deyir Rusiyanın gücü. İndi Qətəri vuranda ya da deyir bu İranın gücüdür. Nə gücdür? Nə gücdür? Hardadır o ağır? Böyle Qətərin bir dənə, deyəsən Qətərinkidir ya. Amma əvəzində nələr idi? Onları da bir siyasətçisi var, qabaqda da xaricçilərlə, Qərqaş. Tanımış adamdır, məşhur adamdır. Qərqaş deyir ki, bu Tehran rejimi o zadı itirib, o dadı göstərəni, yol göstərəni itiribdir bu, tərsinə. Demək ki, Qətərdə milyardılarla, sanksiyalar olur amma milyardılarla, ondan deyirsən, amaratla, ondan sonra ummanla, hamısı bunların vurur. Sonra deyirsən ki, bayaq söylədim sizə, indi deyirlər, Amerika qara qüvvəni hardan getirəcək? Amerika qara qüvvəni gedirər, oradan demək ki, Xuzistan, Əl-Əhvazdan. Ərəblər də Əl-Əhvazdakı qrupları, silahlar hamısını dəstəkləyir. Hamısını dəstəkləyirlər. Başlayıblar, bəyanatlarla çıxış edirlər, elə bizi qırıbdır, qıracaq, filan eləyəcək. Bəluçlardan girəcək. Bəluçlar, çoxdan hazırdılar. Kürtlər də atar, bu Kürtlər də mina daşıyan qatırdılar. Qatıran minanı bağla söylə, bunlar o cürdülər, bunlar. Demək ki, hər vaxt ölürlər gəldi, bedava birini tap, deyib, bu da Kürtlər. İndi Kürtlər də qorxur. Deyir ki, bizi bir gündə siz Suriye'den sildiniz, yığışdırdınız belə zatdan sonra. Ona ki, Amerika deyir, o kadar baxın da burada görə. Trump oynadır. Deyirsən ki, bu burada oynadır, başqa yerdən işi görəcək. Və bəyək da dediniz ki, Fransalılar açıq danışırlar. Və İsraildə və Amerikada, CIA-də, Mussadda, intelijensiya, dolu deyil anadan yerdə. İllərdir işlədiblər. Orada səfalət var idi. 100 dolarla adam demək ki, işə götürüb. 100 dolarla. İran adlanan yerdə Fəxrizadənin, demək bombanəli, nüvənin atası, nüvənin alimi. Bilirsən nə cür vurdular? Xanımısı ilə özünün arasında 30 santimetrə fasiləsi yoxdur maşının içində. Gəldi bir maşın dayandı, onda da yıxdılar, ay bu Bakıdan gəlib nəmləmənə. Bir dənə maşın dayandı, üstündən bir dəstək qaldı, tak vurdu. Xanımına da istəd oldu, dedi, mənim elə böyrümdeydi ya. Onda vurdular Fəxrizadə, getdi. Yəni, məsələ budur ki, bu günlərdə hay düşübdür, necə bizim o, nə deyilsə, Qudrar Vadisi var deyə, dedi, onun dişini çıxartdı. Niyə? Dedi, onun dişində, CIA onun dişinin dibinə dəmir qoyubdur, o yazdır. Hamısını deyir ki, bilirsiniz nə var? Ağanın da, bağanın da, böyüküzün ikisində, İsraillər çoxdandır, diş həkimləri qoymuşdu, hamısının dişinin dibinə dəmir qoyub. Necə ki, o telefon məsələsində. 5000 nəfəri bir gündə öldürdü. Bəyək da söylədim mən, dedi, oktyabrın 7-sində, hamımızı qıracaqlar. Bu İsraildir, hələ vaxtında 7 ölkə ilə savaşıbdır. Bunlar canı, bu ona deyir ki, bizim nə? Yahud milləti ilə nə savaşımız var? Heç vaxtda Türk milləti olaraq bunlarla savaşmamışıq. Nə İsrail dövləti ilə müdafə. Bizə nə axır? Bizə nə işi var? Bizə nə? İran adlanan yerdə Ruslar soğuk savaş dönəmində. Yox da Yasir Ərəfatın o şahid sadlarını belə örtü. Yasir Ərəfat çıxıb deyirdi ki, açıqcasına. Çıxıb deyirdi ki, böyük Ermənistan arzusu edirəm. Aparın teröristləri orada da deyildi bu erməni teröristləri. Sonra bu Əbu Məzən. Bu da bu. Gəldi, səfirliyi təzə açdı Ermənistanda. Əbu Abbas Əbu Məzən. Ən böyük teröristdir.
Çıxıb deyir ki, böyük Ermənistan arzusuyla. Axır güləş kimi deyirdi, mən saldat, əskər göndərim Ermənistan bu prezidentinə deyildi. Gəlsin demək ki, sizin xeyrinizə Azərbaycana qarşı savaşsın. Azərbaycan ona pul verirlər. Beytillahmə onlara kömək eləyir. Deyir, ay hayasız, terörist. Sənin dərdin nə Azərbaycan? Erməni deputatı bugün səhər xəbərlər buraxılışında bir açıqlamasını oxudum. Erməni deputatı deyir, Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu. Məsələn, bu artıq ermənilər özü deyir. İndi baxın, yəni söz buradadır ki, ya gərək biz demək ki, ya gərək biz öz millətimizin, öz dövlətimizin, öz ölkəmizin çıxarlar. Dünya belədir. Dünyada belədir. O çıxarlarını görə ya da ki, oturaq deyək ki, yox, mənim də hulyalarım, ondan sonra kimsənin çəpiyə orada başını örtürər, kimsə də orada falan. O dünya deyil. Dünya bugün reallıq dünyasıdır, bugünləri. Türk dünyası. Və bizim də bayaq söylədim sənə, yer göyə gedə, göy yerə gələ, hər nə olur olsun. Heç kəs də bəzi vaxtlar 90-larda, 91-lərdə hələ kimsə inanmırdı ki, bir də bu İran adalanan yerdən bəzi soldan var, çıxıb deyirlər ki, Sovetin xoşu gəlir, traktorunu bir yana sürür, ora sürər, nə Sovetini sürər, qələt eləyərdi, sürərdi. Bu günləri Azərbaycan var, qalib Azərbaycan, məsələ buradadır. Bu günləri kimsənin gözü götürürsə də, götürməsə də, bu Azərbaycanda, o tayında, bu tayında bir iddia oturubdur, bir məfşura oturubdur. Bu Azərbaycanlıdır, parçalanmış millət, parçalanmış ölkə və o tayda bəllidir, o da insan haqları danışır, demokrasi deyir, dünyəviçilik deyir, cumhuriyyət deyir, parlament deyir, bu tayda. İndi istəyir kimsələr çıxır, belə demək ki, belə boş zatlarından analiz verir. Elə gedə Tehranda orada bir federal yaradaq, elə get yarat, elə get canını qutarırsa, Tehran qalacaq, Tehran qalacaq. İran nə olsa deyil, onsuz nə işin var? Qalmayacaq, cəmaat demək, 3 milyon əlan demək ki, qaçıb. 3 milyon qaçıb, hərəkət verib, Xəzərin aşağısına gəlir, Azərbaycana gəlir. 3 milyon. Demək ki, və gün keçiddən də çoxalacaq. Və biri də deyir ki, sabah yox, bir savaş dəyişər. Trumpa da dedilər ki, Malaragoya gedəndə. Deyirlər ki, sizin hövsəniz darıxacaq. 5-6 gün dedim, mənim heç hövsələm darıxsaydı, heç burada durmamazdı, prezident olmazdım ki. Dedim, mənim hövsələm zaten çoxdur. Yəni, bu bir projədir, böyük projədir, zarafatsız bir dövlətdir. 11 milyar dəma 3 həftədə xərcləyibdir. Bilirsiniz Trump dünən nə dedi? Dedim, mən 20 milyar dolar o gəmilərin soğurtasını öz boynuma götürürəm. Amerika 100 milyar dolardan və bir şey də var. Elə quzu bu Tehrandan, İran adlanan yerdə kimsə qalacaq və bu ərəb ölkələri quzu. O Amerikanın xərcini də hesab edəcək Türkiyə. Orada da bir 5 milyar, onu da hesab edə bir 50 milyar, orada da bir 100 min. Qutardı getdi. Çox sağ olun Əcdər bəy, təşəkkür ederim. Buyurun, qısa. Azərbaycanın güneyində biz istiqlal qoymuşuq. Biz, mən söhbət Əcdərdən getmir, Məhəmməd Əmin bəy Rəsulzadədən, Cumhuriyyətimizdən, bu günü biz bağımsızlıq qoymuşuq. Və bu günləri çox adam deyir, hardadır Azərbaycan? Hələ millətlərin, hələ ağzı açılmayıb ki, hələ otorite sınmayıb ki, hələ bir dənə Klasnikov, bir dənə duşkadan götürüb, qaçır oradan ora və sabah həmin o pastarlar, həmin o bəsizlər mağazalara daraşacaqlar, evlərə daraşacaqlar, cəmaatın yenə də namusuna əl uzadacaqlar və bir dənə demək ki, kaos yaranacaq. Onu Trump da deyib. Kaos yaranacaq, amma bizim millətimiz Təbrizdə, Urumiyədə, Ərdəbildə. O ki, çox adamlar deyir, liderləri zani, lider qoyublar, qınında qırıblar, zindanlarda doldurublar. Abbas bəydən və bu millətin içindən o qədər lider çıxacaq ki, 1950-ci ildə bu Bakıda, indi baxır, 500 partiya var, siyasi partiyalar, maşallah, lider də liderdən çox, amma Azərbaycanın güneyinə analizə gələndə durub rəçətə yazmaqla, ay siz də gedin hansı mallı ilə, hansı elə söhbət yoxdur. İran adlanan yer qorunsun, elə deyil. Azərbaycanın güneyində bu millət həm Kürdün öhdəsindən gələcək, cızığından çıxsa, həm başqalarına və Azərbaycan, orada Azərbaycanın bağımsızlığıdır. Millət öz yerindədir, yeri gələndə də öz demək ki, o məsuliyyətini, missiyasını yerinə yetirəcək və o sözün sonu da. Bizim millətimiz bu 21-ci əsrdə missiyası bir millətdir bu Azərbaycan türkləri. O missiyanı da yerinə yetirəcək. Çağdaş Cumhuriyyət, Güney Azərbaycan Türk Cumhuriyyəti. Çox sağ olun, var olasınız elə bu gözəl istəklərlə, arzularla canlı yayın buraxışımızı yekunlaşdırıq. Görüşlərimiz